Xoş gördük əziz Valyuta Az izləyiciləri. Bu dəfə son illərin aktual məsələlərindən olan idarəetmədən danışacağıq. Niyə idarəetmədən? Biz əgər 10-15, hətta 20 il əvvəllə müqayisə etsək, bugünün rəhbər şəxsləri, idarəetmədə olan şəxslər təlimlərə, seminarlara qatılırlar, idarəetməni öyrənməyə çalışırlar. Ümumiyyətlə işçilərin ünsiyyət, davranış məsələlərinə belə deyək, yatırım edirlər, özlərini inkişaf etdirirlər. Amma bir də sosial şəbəkələrdə ətrafımızda gördüyümüz bir tendensiya var. İnsanlar rəhbər şəxslərlə o qədər də razı deyillər. Məsələn, kimsə əgər rəhbər şəxslə bağlı bir zarafatyana olsa belə narazılığın yazsa, biz rəylərdə baxırıq ki, rəhbər şəxslərin idarə etməsi ilə bağlı narazılıqlar çoxdur. Elə bu narazılıqlar ətrafında da 20 ildən çox idarəçilik təcrübəsi olan Anar Bayramovu dəvət etmişik. Valyutacı olaraq dedik bu suallar ətrafında bir söhbət edək. Xoş gördük Anar bəy. Xoş gördük Acun xanım. Çox sağ olun dəvətə görə. Anar bəy, bilirsiniz də bu mövzuda suallar çoxdur. Yəqin ki, bu sualların hamısına bugün cavab tapmalıyıq. Hamısına çalışarıq. Anar bəy, 15-20 il əvvəllə müqayisə etdikdə idarəetmədə hansı fərqlər var? Ümumiyyətlə ciddi fərq varmı? Təbii, hətta 5 il əvvəllə də fərqlər çoxdur müqayisədə. Bizdə 15-20 il əvvələ baxsaq, bizdə biznes praktikası ümumiyyətlə yeni idi, çox gənc idi. Nəinki idarəetmə, biznesin bütün istiqamətləri və primitiv idi. İndi də çox yetkin deyilik, amma əlbəttə ki, əvvəlki illərlə müqayisədə xeyli dəyişiklik var. İndi daha belə ağıllı yanaşırlar idarəetməyə, rəqəmlərə daha çox fikir verirlər, daha ölçülü biçili yanaşırlar. İdarəetməni öyrənmək lazım olduğunu qəbul edir. Yəni ki, insanlar təbii halları ilə idarə etmək doğru olmadığını başa düşüblər. Yəni idarəetmənin qaydaları var, texnikaları var, alətləri var. Bunu öyrənmək lazımdır. Get-gedə daha çox strateji idarəetməyə fikir verirlər, idarəetmənin effektivliyinə fikir verirlər. Təbii halla idarə etmə və belə deyək də təlimlənmiş, öyrənilmiş bir idarə etmə fərq nə olur məsələn? Tutaq ki, əgər mən təbii bir halla idarə edirəmsə və bir də düşüncəli şəkildə fərq nədə olur? Məsələn, hansı davranışlar? Təbii halla idarə eləyəndə ola bilər ki, çox şeyi doğru eləyərsən. Burada üst-üstə düşmən məqamlar çox ola bilər. Amma bəzən ola bilər ki, sən tutaq ki, xarakterlə irəli gələn bəzi şeylər var ki, məsələn, hər şeylə çox maraqlanırsan, çox nə oldu, necədir? Bu artıq mikromanagementdir. İdarəetmədə bu işə yaramır məsələn. Məsələn, işçilər sıxılmış olurlar ki, sən hər şeyi dəqiqə başı məndən soruşursan, bu məni narahat eləyir və onlar özlərini çox da belə huzurlu, rahat atmosferdə hiss eləmirlər, məsələn. Hansı ki, niyyətdə heç problem yoxdur, xoş niyyətdir, yəni real həyatda heç bir sıxıntı yaratmır ona, amma idarəetmədə bu sıxıntı yarada bilir. Məsələn, mənim öz təcrübəmdə olubdur, məsələn, ilk idarəetmə illərində mən introvert olmuşam əvvəllər uşaqlıqdan. Çox belə qaynayıb qarışmağı çox xoşlamırdım. Elə oturub işimi görüm, tapşırıqlarımı verim, planlarım. Sonra gördüm ki, yox, burada ciddi bir əskiklik var. Mən işçilərlə zarafat eləməliyəm. Onların energetikasını qaldırmaq. O emosional əhvaldan mən cavabdehəm rəhbər olaraq məsələn. Amma mənim təbii halım ona çox uyğun deyildi. Sonra başladım bunun üzərində işlədim. Bildim ki, bu vacibdir. Bu idarəetmədə bu çox önəmli bir məsələdir, önəmli bir amildir. Başladım onun üzərində işləməyə. Yəni idarəetmənin gərəkdirdiyi, 100 illərlə formalaşdırdığı dünyada prinsiplər var, alətlər var, texnikalar var. Onları öyrənmək, sadəcə öyrənmək lazımdır. Anar bəy, işçilərə o motivasiya verməkdən danışdınız. Mən sizlə həmişə danışanda, biz uzun illərdir sizlə işləyirik. Həmişə yazanda necəsiz? Yazırsınız ki, əlayam. Yaxşıyam yazmırsınız, əlayam. Mən hətta fikir vermişəm ki, kimsə qarşı tərəf əlayam deyəndə bu qarşı tərəfə artıq bir pozitiv enerji ötürür. Mən həmin an bilmirəm siz həqiqətən əlasınız yoxsa yox. O durum necədir? Amma artıq mənə onu ötürdünüz ki, mənim əhvalım yaxşıdır. Siz də yaxşı olun, əla olun. Mən hətta o mesaja mən də əlayam yazmaq istəyir ki, insan ki, mən də əlayam. Və enerji yolxucudur da. Enerji yolxucudur, bəli. Və siz işdə də belədir. Məsələn, və nə zaman bu qənaətə gəldiniz ki, mən artıq əlayam deməliyəm. İşdə də belə deyirsiniz də, yəqin ki, Bəli, bəli. Ümumiyyətlə bizə Satqrupa həmişə deyirlər ki, Satqrupdan kimdən soruşsan ki, necəsən, deyir əlayam. Bizi hətta bunu 2021-də səhv eləmirəmsə, dəyərlərimizdə dəyişiklik elədik, əlavə elədik bunu pozitivlik. Bizim şirkətin dəyərlərindən biri, biz pozitiv olmalıyıq. Yəni biz buna inanırıq ki, bu bizim işimizə fayda gətirir. Məsələn, kim ki
nifrət çıxışları, haterdir, belə ancaq tənqidi yanaşır. O insanlar bizim komandada qala bilməz, mümkün deyil. Çünki biz onun xeyir gətirdiyinə inanmırıq. O bir söz var, xeyir bərəkət olmur. Çox belə dedikodu, belə tənqid, ancaq deyinmə olan yerdə xeyir mən ona şəxsən real biznesə də inanıram ki, yəni nə qədər əhvalı kökləsən, o tarı kökləyən kimi də, o nə qədər kökləsən, o qədər yaxşı olur hər şey, yaxşı olma ehtimalı artır. Belə deyək də, kontekstdən çox şey asılıdır da, mühitdən çox şey asılıdır. Sən konteksti nə qədər sağlam qursan, onun üzərində görülən iş də o qədər sağlam olacaq, effektiv olacaq. Anar bəy, son sosial şəbəkələrdə yəqin ki, paylaşımları siz də görürsünüz. Bütün LinkedIn, Instagram, Facebook. Kimsə rəhbəri ilə bağlı nəsə bir reqati paylaşım edəndə və yaxud rəhbər şəxslərlə bağlı baxırsan ki, rəhbərini sevməyən işçilər həqiqətən çoxdur. Bilmirəm, həqiqətənmi sevmirlər? Yəni bugünün iş mühitində işçilər rəhbərlərini sevmirlərmi? Həmişə olub, amma get-gedə ola bilər daha çox özünü göstərir. Çünki media imkanları da çoxalıbdır, danışmaq tribuna çoxalıb. İkinci məsələ tələbkarlığı artıbdır insanların, işçilərin, belə deyək. Əvvəl daha çox mən işçiyəm, oturum işçi yerimdə kimi bir şey var idisə, indi başa düşürlər ki, yox, mən iş yerini özüm seçməliyəm. Artıq əmək bazarı da biraz o tərəfə gəlib ki, artıq şirkətlər özləri çaba göstərirlər ki, niyə peşəkarlar bizdə işləsin, niyə yaxşı kadrlar bizə gəlsin? Bu iki tərəflidir. Artıq bu masanın hər iki tərəfi daha məsuliyyətli olmağa çalışır və daha tələbkar olmağa çalışırlar. Bu o biri işçi tərəfi də düşündürür ki, hə, mən özümə yaxşı iş yeri. Mən günümün çoxunu işdə keçirdirəmsə, mən huzurlu olmalıdır mənim iş mühitim, yaxşı olmalıdır, mən xoşbəxtliyimə birbaşa təsir var. Ona görə daha çox tələbkar, mən bu xoşuma gəlir ki, bütün gün deyinmək yox, amma belə tələbkarlıq tərəfi xoşuma gəlir ki, yəni şirkətlər də başa düşməlidirlər ki, yəni işçilərə nə versən onu yeyəməyəcəklər. Yəni mən əgər istəyirəmsə ki, insanlar bizdə yaxşı kadrlar bizdə işləsin, biz onun üçün yaxşı mühit qoymalıyıq, yaxşı idarəetmə ortaya çıxartmalıyıq, yaxşı idarəetmə tətbiq eləməliyik ki, yaxşı kadrlar bizimlə qalsınlar, bizdə işləməyə çalışsınlar. Yəni şirkətlər təkcə məhsulları ilə rəqabət aparmırlar, həm də iş yeri kimi rəqabət aparırlar. Yəni yaxşı iş yeri olmaq uğrunda var. Mən Azərbaycanda çox böyük şirkətlər, hamımızın tanıdığı şirkətlər var ki, yəni özünə hörmət edən peşəkarların bir çoxu o şirkətlərdə işləmək istəmir, mühitə görə. İş mühitinə görə, o işə götürmə brendində sıxıntı var şirkətin ki, yəni bilir ki, orada izləyir ki, orada peşəkarlar uzun müddət qalmır. Deməli nəsə sıxıntı var. Bəs nədən qaynaqlanır? Bax, məsələn, o dediyiniz misal mənim də yadıma düşdü ki, məsələn, bəzi belə bir şirkətlər var ki, çox yüksək maaş versələr belə, bəzi şəxslər ora getmir. Düşünür ki, deyən kimi deyir ki, oranın mühiti o deyil. Halbuki çox böyük şirkətdir. Baxırsan ki, yəni verdiyi maaş da, yəni sənə deyək ki, bəlkə ola bilər orada verir, amma sənə təklif edəcək. Bəlkə digərlərindən daha çoxdur. Hə, bəlkə də digərlərindən çox ola bilər. O mühit necə yaranır? Yəni kim yaradır ki, o toksik mühiti? Yəni böyük şirkətdir. Balaca şirkətdə deyəndə bəlkə bunu bir rəhbər şəxsə də bağlamaq olur. Bəzən deyək ki, HR düz seçməyib, onun zövqüdür bu. Bəs böyük şirkətdə və bir HR deyil, bir deyil və illərlə dəyişən HR və bu mühit niyə belədir? Təkcə toksik mühit yox, ümumiyyətlə yaxşı mühitdir. Mühiti ümumiyyətlə yaxşı mühitdə, toksik mühitdə, pis mühitdə yuxarıdan gəlir. Rəhbərlikdən, ən yuxarı, ən təpədəki rəhbərlikdən irəli gəlir. Sahibkardan hətta deyərdim ki, çünki iş mühitinin kökündə korporativ mədəniyyət dayanır. Şirkətin dəyərləri, şirkətin inandığı dəyərlər, saytlarında yazdığı, divardakı yazdığı, team buildingdə dedikləri, bəyanlədikləri yox, reallıqda real dəyərləri iş mühitini formalaşdırır. Rəhbərliyin dəyərlərində problem olanda o yansıyır şirkətin iş mühitinə. Onda biz gördüyümüz bu mühit əsasında əgər tanımasaq belə o rəhbərlik haqqında bir təəssürat yarada bilərik. Bəli. Ki onun dəyərləri nədir? Belə deyək də, belə yanlış nəticə çıxartmayaq burdan. Rəhbərin insanlığından söhbət getmir burada. Rəhbərin xarakterindən söhbət getmir. Rəhbərin idarə etməyə baxışından söhbət gedir. Onun idarə etmənin təsəvvüründən söhbət gedir. Məsələn, elə var ki, çox yaxşı insandır əslində, amma o bütün gün işçiləri güdür, rahat ola bilmir.
hiss eləyir ki, özündə elə bir o ehtiyacı bilir ki, bütün gün mən güdməliyəm, kameraya baxmalıyam. Bu işçilər də bunu hiss eləyir. Bu işçilər bunu başa düşür və o mühitdə işləmək istəmirlər, haqlı olaraq. Yəni burada əslində rəhbərin xarakterində insanlığında bir sıxıntı yoxdur. Onun sadəcə idarəetmə təsəvvüründə sıxıntı var. Amma bəzən ola bilərmi ki, o şəxslərin çox böyük şirkətləri var və düşünür ki, mənim idarə etməm yaxşıdır ki, böyük şirkətim var və o ehtiyac görmür idarə etməni Çox öyrənmək. yaxşı bir əslində sualdır. Bu da yanlış təsəvvürlərdən biridir. Məsələn, filan şirkət bazar lideridir, çox böyük şirkətdirsə, onlar təbii ki, nələrsə yaxşı eləyiblər ki, o səviyyəyə gəliblər. Amma onların bu demək deyil ki, onlar nə eləyirlərsə düz eləyirlər. Yəni belə bir şey deyil. Çox uğurlu şəxs var məsələn. Çox uğurludur. Məsələn, milyarderdir, nə bilim, uğurun ölçüləri fərqli ola bilər. Çox uğurludur, amma o nə eləyirsə düz eləyir deyə bir şey yoxdur. Yəni onun hər addımından biz nümunə götürməliyik. Bu çox yanlış bir istiqamətdir. Ona görə də o qətiyyən o nəticəni çıxartmaq olmaz ki, mən də bu səviyyəyə gəlmişəmsə, deməli mən hər şeyi düz edirəm. Yox, sən bu günə qədər rəqabət şəraiti, bayaq da dediyim kimi, müəyyən qədər primitiv rəqabət mühiti sənə o imkanı yaradıb. Bundan sonra get-gedə daha çətin olacaq. Biz zamanla görmüşük, yəni şirkətlər yox olublar, yəni və yaxud bazar mövqeləri zəifləyib. Bu odur ki, yəni sən 10 il qabağın şərtləri ilə ayaqda dura bilirdin, amma get-gedə bu şeylər çox ciddi təsir edir. Yəni şirkətin performansına, oradakı mühitin çox ciddi təsiri var. Anar bəy, deməli siz idarəetmə təlimləri də verirsiniz və görürsüz ki, idarəçilər özlərini inkişaf etdirməyə çalışır. Ümumiyyətlə kimlər uzun illər o deyirsiniz ki, məsələn, tutaq ki, ola bilər ki, hansısa bir primitiv rəqabət dövründə gəlmisiniz və s. Amma bu gün artıq belə deyək də bazar şərtləri çox fərqlidir. Bəli. Müşahidələriniz nə deyir? Kimlər gəlir özünü inkişaf etdirməyə idarəçi olaraq və onlar hansı problemlərini həll etməyə çalışırlar? Bir də məsələn, ola bilərmi ki, məsələn 20 ilin, 15 ilin, 30 ilin rəhbərləri gəlirlər? Yəni kimlər gəlir? Çox müxtəlif yetkinlik səviyyəsində olan rəhbərlər gəlirlər. Yeni başlayanlar da olur. 10 ilin meneceri də olur, 20 ilin menecerləri, sahibkarlar da gəlirlər. Yəni o əslində fərqindəlikdir ki, mənim ehtiyacım var. Mənim ehtiyacım var ki, artıq baxışımı dəyişməliyəm. Artıq idarəetmə yanaşmalarımı dəyişməliyəm. Məsələn, deyir ki, mən bu yerə qədər gətirmişəm, hiss eləyirəm ki, artıq eyni qaydada mənim üçün çətin olacaq. Mən artıq görürəm ki, xoşbəxt deyiləm. Məsələn, bütün günü telefondayam, bütün günü narahatam. Artıq bu cür davam eləmək istəmirəm. Yəni onun nəsə ağrılı yeri olur ki, o gəlir, yəni və haqlı da əslində bunu eləyirlər. Gəlib başa düşürlər ki, əslində bir çox şeyi çox rahat şəkildə həll etmək olur. Yəni idarəetmə dünyada sınaqdan çıxmış idarəetmə texnikaları var ki, onları tətbiq eləyib sən rahatlıq tapa bilirsən bir çox məsələlərdə və sən artıq mənasız şeylərə vaxtını keçirmirsən, daha vacib şeylərə, daha çox dəyər yaradan şeylərə fokuslanırsan. Bu da onların əlbəttə ki, bizneslərinin effektivliyini artırır. Anar bəy, biz çox rəhbər şəxslərlə ünsiyyətdə görürük ki, onların günü çox gərgin keçir. Bəli. Əsəbidirlər və onlar düşünürlər ki, rəhbər şəxsin günü belə olmalıdır. Hansı işçi ilə intriqa yaşamalıdır, bu işi niyə etməmisən və s. deyir ki, yəni bu idarəçisənsə, bir şirkət rəhbərisənsə, bu normaldır. Bu normaldır, yoxsa bu idarəetmədə əslində əgər günümüz çox gərgin keçirsə, bu idarəetmə ilə bağlı həm də biliklərimizin zəif olduğunu və yaxud inkişaf etdirməli olduğumuz nələrsə var? Yox, belə deyək də, biznes çox belə rahat, stres olmayan bir sahə deyil. Yəni biznesdə dinamika var, stres var, yəni qarşısı alınmayacaq risklər var, yəni çağırılmamış qonaqlar var, problemlər var. Yəni bu şeylərsiz biznes mümkün deyil. Biznesin gözəlliyi bu şeylərdədir də. Yəni biznes çox sadə bir şey olsaydı hamı bizneslə məşğul olardı da. Hər adam sahibkar ola bilmir. Yəni bu çətinliklərə kim ki qalib gələ bilər, sinə gələ bilər, onlar uğurlu sahibkar ola bilirlər. Yəni o təsəvvürü də yaratmaq istəmirəm ki, elə sən stres varsa, panika varsa, deməli səndə problem var. Yox, qətiyyən elə deyil. Sadəcə baxır nədən sən streslisən. Baxır ki, sən nəyin dərdin, sənin gündəmin nədir? Söhbət ondan gedir. Yəni bir də görürsən qoca bir şirkətin rəhbəridir, gündəmi çox primitivdir. Nə bilim, işçiləri müzakirə eləyirlər, nə bilim, çox belə primitiv gündəmləri var da. Filankəsə nə dedi? O gün
nə eşitmişəm, filankəsi xoşlamır. Yəni bu kimi şeyləri sən mövzu eləyirsənsə, hə bax burada sıxıntı olar. Burada sıxıntı var. Yəni sənin gündəmin, stressin daha yetkin bir səviyyədə olmalıdır. Həqiqətən ki, o şirkət üçün stres yarada bilər. O şeylə böyük işlərlə məşğul olmalısan. Söhbət ondan gedir. Yoxsa adicə vaxtı planlamaq məsələsi var da. Bu bunun qaydaları var da ki, yəni şirkət bir illik planı olur, ona bağlı olaraq prioritetləri olur, strategiyasına irəli gələn. O şirkət bilir ki, mənim kursum budur. Bu kursla hərəkət edirəm və ona görə işlərimi görürəm. Artıq böyük baxır məsələlərə. Xırda məsələlər onu idarə eləmir. Bu böyük baxır. Xırda məsələlər olanda da onu rahat həll eləyir, onu delegasiya eləyir. Ümumiyyətlə, yuxarı rəhbərdirsə, üst düzey rəhbərdirsə, tüşlər demiş, onlar kiçik işlərlə məşğul olmur. Onu delegasiya eləyirlər, daha kiçik səviyyəli işləri. Sən sahibkarsansa, top menecersənsə, top səviyyədə işlərlə məşğul olmalısan. Budur məsələ, əsas məsələ budur. Bəs Anar bəy, son illər biz deyirik ki, görürük ki, məsələn, rəhbərini sevməyən, müdirini sevməyən işçilərin sayı çoxdur, amma həm də biz onu da görürük ki, özünü inkişaf elətdirənlər də çoxdur. Bu özün inkişafdan sonra nələr dəyişib? Rəhbərlər özünü inkişaf etdirəndən sonra. Düzdür, deyirsiniz ki, sosial media sayəsində biz daha çox görürük şikayətləri, narazılıqlar və bəzən doğru tələbləri, bu da normaldır. Amma bu rəhbərlərin özünü düzgün idarə etmə önəmini dərk etdikdən sonra nələr dəyişib? Məsələn, siz o həmin şəxslərlə sonra söhbət olmusunuz ki, məsələn, sırf bir şirkət üzərindən bəlkə onlarda nələr dəyişib, ümumi iş bazarında nələr dəyişib? Ümumi iş mühiti biz şirkətlərlə çox işləyirik və görürük ki, şirkətlərdə həqiqətən müsbətə doğru çoxunda irəliləyiş var. Məsələn, əvvəl rəhbərlər bir çox elə başa düşürdülər ki, mən ancaq tələb eləməliyəm. Mən məsələn özüm də şahid olmuşam ki, iclasda rəhbər bir danlayır. Ancaq irad üzərində qurulub. Məsələn, indi bir çoxu başa düşür ki, mən irad bildirirəmsə, təşəkkür də bildirirəm. Təşəkkürləməliyəm, tərifləməliyəm işçini. Yəni pozitiv feedback olanda mən negativi də haqq eləyirəm. Mən ancaq negativi deyirəmsə, əslində mən ədalətli deyiləm. Ədalətsizəm ki, mən irad bildirməyə tələsirəm, amma müsbətləri demirəm. Yəni bu kimi şeylərdə əslində irəliləyiş var, amma bayaq dedik axı masanın iki tərəfi var. İşçi tərəf də tələbkarlığı artır deyə, həm də iş mühiti, şirkətlər get-gedə bir-birinə rəqabət aparır, daha yaxşı iş yeri təklif edirlər deyə bu rəhbərlər öz üzərində işləsələr də bəzən kifayət eləmir. Daha çox işləməyə məcbur olurlar ki, rəqabətə tab gətirsinlər. İki tərəfdən bir-birindən tələblər var. Həm işçi tərəfdən, həm işə götürən tərəfdən şirkət. Bu belə bitməyən bir prosesdir də, bu davamlı baş verəcək. Və heç asan olmayacaq. Asan olmayacaq. Get-gedə çətindir. Əlbəttə ki, bəzən deyirlər ki, Z nəslinlə çətindir, Z nəsli heç nəyə başa düşmür, işləmək istəmir. Mən əslində çox sevirəm yeni nəsli. Onlarla işləmək mənə elə gəlir daha rahat. Çünki onlar daha praqmatikdirlər, sorğulayandılar, məna axtarandılar. Yəni onlarla dil tapmaq mənə görə daha asandır. Sadəcə onlar əvvəlki nəsildən fərqli olaraq daha çox sözlərini deyəndilər, tələb eləyəndilər. Amma mənim bir strategiyam varsa, rəqəmlərim varsa, real ortaya nəticə dili ilə danışa bilirəmsə, onlarla dil tapmaq daha rahatdır. Çünki onlar da onu axtarırlar, onlar da məna axtarırlar. Belə deyək. İşin məğzini başa düşmək istəyirlər ki, məndən nə istəyirsən, mən nə eləməliyəm? Yəni nəticə üzərində formalaşır münasibətlər. Məsələn, bizdə də komanda Z nəslidir. Bəzən baxıram ki, məsələn, onlarda bunun eləyəcəyi, bunun maraqlı olmağına baxır ki, məsələn, bu nədir? Əvvəlki nəsildə biz baxırdıq, onlara hansısa bir tapşırıq veriləndə sorğu-sualsız bunu edirdi. Düşünürdü ki, rəhbər şəxs bunu dedi. Rəhbər deyibsə eləməli. Amma indiki nəsil deyir ki, bunu niyə edəcək? Bu maraqlı olmayacaq. Bəli, 100%. Məna axtarırlar. Yəni bu əslində təsir edir. Ən böyük şirkətlər, belə dünyanın top şirkətləri bunu hiss eləyirlər və onlar məsələn, əvvəllər biz Dədə Babadan strategiyanın əsasında nə dururdu? Şirkətin vizyonu, missiyası və s. Sonra o missiyanı başladılar iki yerə bölməyə. Missiya bu şirkətin mövcudluq səbəbini ifadə eləyir, bizim dünyaya necə toxunuruq və s. Bir də məna nədir? Purpose deyək, məqsəd, məna. Yəni şirkət hansı məna axtarışındadır?
məqsəd nədir? Ortaya nə çıxartmaq? Niyə insanlar dəstək verməli? Niyə əllərini daşın altına qoymalıdırlar? Yəni bunu açıq şəkildə bildirmək lazımdır. Çünki insan çor-çorana işləmək istəmir bugünkü insan. Bu əslində çox yaxşıdır. Yəni məsələlər daha rasionaldır, daha ölçülə bilirdir. Daha yaxşı dialoq mühiti var əslində. Bu əslində daha doğrudur. Yəni peşəkar idarəçi üçün bu daha yaxşı bir kontekstdir, daha yaxşı ortamdır. Deməli Anar bəy, bir dəfə bir ortamda müzakirə eləyirdik. Nəsə bir xanım var idi, o yeni bir şirkət quracaq. Dedi ki, bəs mən istəyirəm ki, mənim işçilərim məni çox sevsinlər. Belə bir ortam yaradacağam ki, çox pozitiv, enerjili, belə bir ortam. Çox yaxşı istəkdir əslində. Aha, bəs digər bir şəxs dedi ki, onun artıq əvvəldən bir şirkəti var. O dedi ki, mənim üçün işçilərimin məni sevməməsi önəmli deyil. Əsas odur işim getsin. Ümumiyyətlə burada önəmli nədir? Həqiqətənmi, yəni işçilər öz rəhbər şəxsini sevməlidir, ona belə deyək də bir xoş münasibət bəsləməlidir, yoxsa bunun heç bir fərqi yoxdur? Əsas iş görülsün, işin keyfiyyətidir. Rəhbər şəxsin belə deyək də işin keyfiyyətində o sevib sevməməyin bir rolu olmur. Əsas şirkəti sevməlidir işçi, amma rəhbərlik də şirkətin bir parçasıdır. Yəni rəhbərə əgər o nifrət eləyəcəksə, xoş gəlməyəcəksə, hər gün də onunla üz-üzə gələcəksə, bu necə olar ki, onun iş həyatına təsir eləməsin? Necə onun şirkətə bağlılığına təsir eləməyə bilər? Əgər o rəhbərindən xoş gəlmirsə, ona görə çox vacibdir də. O bir deyim var da, işçilər rəhbərləri tərk edirlər, şirkəti rəhbər. Bu bir çox hallarda doğrudur həqiqətən. Yəni rəhbərliyin idarəçilərin böyük rolu var şirkətin həyatında və şirkətin önəmli parçasıdır. Yəni bu mən təsəvvür eləyə bilmirəm ki, yəni rəhbərindən nifrət eləyir, amma şirkətə tam bağlıdır, belə son dərəcə bağlıdır. O mütləq təsir eləyir. Şirkətə sevə bilər, amma rəhbəri onun gününü qara eləyirsə, onun görəndə kefi pozulursa, bu onun işinə mütləq təsir eləyəcək. Ona görə önəmlidir, əlbəttə önəmlidir ki, rəhbər sevgi yaratsın. Yəni işçi rəhbəri görəndə kefi pozulmasın, işçi rəhbəri görəndə qorxmasın, nə bilim, həyəcanla, əksinə cəsarətlənsin ki, biz komandayıq və güc hiss eləsin. Yəni bu çox önəmli məsələdir. Anar bəy, ümumiyyətlə işçinin sevgisini qazanmaq asandırmı? Ya da çox çətindirmi? Yox, o qədər asan deyil. Yəni ümumiyyətlə bəzən olur ki, idarəetmə təlimlərində iştirak edirlər. Burada nə qədər nüans var imiş, nə qədər məsələ var imiş nəzərə alınmalı. Təbii ki, yəni bu çox kim deyir ki, bu asandır. Yəni peşəkar idarəetmə də oradan da çətindir. Çox tərəfləri var, çoxlu amillər var ki, sən onları nəzərə almalısan. Yəni bu sevdirməkdə bunun kökündə çox şey durur. Sən bu idarəçinin liderlik funksiyasına bağlı məsələdir. Yəni liderliklə bağlı məsələ, liderlik funksiyasının doğru icrası söhbət gedir. Yəni düzgün liderlik aktları və onu gərəkdirən liderlik səriştə və bacarıqları olmalıdır ki, bu çox geniş bir mövzudur. Orada lider ardıcıl olmalıdır, dünən dediyindən bu gün əks olmamalıdır. Lider ədalətli olmalıdır. Lider başa düşməlidir ki, özünün kefi yoxdursa da bunu komandanın günahı yoxdur bu məsələdə. Bu nə deməkdir? Emosional yetkinlik olmalıdır, emosional özünü hazırlamalıdır ki, onun keyfini rahatlıqla pozmaq olmasın, onu çox rahat hissəndirmək olmasın. Yəni, bir çox faktorlar var təbii ki, insanlar bunu öz üzərlərində işləməlidirlər ki, bunları yerinə oturtursunlar. Bir də son vaxtda bir məsələni daha çox görürəm. Hətta bizdə də o yazı yayımlandı. Baxdım ki, çox adam bunu oxudu və mən istədim ki, bunu da danışaq. Deməli, bir idarəetmə var. Bir də son vaxtda deyirlər ki, rəhbəriniz sizi manipulyasiya edir. Ümumiyyətlə, rəhbərin doğru idarəetmə ilə manipulyasiya arasında fərq nədir? Əslində, manipulyasiya ilə idarə eləyirlər, amma fərq nədir? Aydındır. Yəni, manipulyasiya nə deməkdir? Manipulyasiya deməkdir ki, qeyri-səmimilik var burada və hər şeyi demirsən. Ola bilər ki, müsbətlər deyirsən, amma işçi nə gözləyir onu demirsən və yaxud əksinə. Bu, ümumiyyətlə, qeyri-səmimi mühit yaradır və şirkətdə siyasətçilərə imkan verir ki, at oynatsınlar. Siyasi mühit hansı şirkəti korlayır. Ona görə də manipulyasiyanın tərəfdarı deyiləm. Bəzən, məsələn, xoş məramdan irəli gələn qısa müddətli, xoşməramlı manipulyasiyalar da olur, amma belə deyək. Məsələn, dəyişikliyi də mən üstünü vermirəm, amma effektiv olduğu hallar görmüşəm. Məsələn, dəyişikliyin idarə olunmasında önəmli bir dəyişiklikdir ki, bu gərəkir bunu eləmək. Rəhbərlər nə edir?
bu dəyişikliyin şirkətə faydasını işçilərə izah edirlər, mənfiləri, onları gözləyən çətinlikləri izah eləmirlər. Bu əslində manipulyasiyadır. Əslində manipulyasiyadır. Çünki tam sən reallığı ortaya qoymursan, sən bu yönəldirsən bu tərəfə, müsbətləri deyib yönəldirsən. Burada sizə xoşməram var ki, mən mənfiləri desəm, müqavimət çoxalacaq, onlar qorxa bilərlər, onlar ehtiyat eləyə bilərlər və s. Amma bütün hallarda mən tərəfdarıyam ki, səmimi olasan, ümumiyyətlə şirkət bir dalğada olun. Biz bir gəmidə isə biz sevincimizi də paylaşmalıyıq, kədərimizi də, problemlərimizi də, planlarımızı da, uğurlarımızı da. Yəni mən idarəetməni belə təsəvvür edirəm. Yəni manipulyasiya qatmaq bu qeyri-səmimilik və pis ortam, pis mühitdə yol açan məsələdir. İdarəetmə ilə bağlı bəzən narazı olan işçilərlə özümüz danışanda, ətrafımızda görəndə, bəzən baxırsan ki, əslində rəhbər şəxsdə yox, həmin şəxsin özünə bağlı problemlər çoxdur. O rəhbərindən narazıdır. Və baxırsan ki, bu insanlar çox da bunu qəbul eləmirlər kənardan deyəndə. O həmişə deyir ki, rəhbərim belədir, amma məsələn bu tapşırıqları vaxtında etməyib və s. bir yanaşmalar var. Ümumiyyətlə insan necə analiz etsin ki, problem əslində rəhbərində yox, onun özündədir. Biz buna bu problem kimi baxırıqsa, burada bayaq danışılarımızda fərq ondadır ki, işçi bu məsələni həll eləməyə cavabdeh deyil, məsul deyil. Rəhbərin məsuliyyətidir ki, o işçi ilə problemləri həll eləsin, düzəltsin. Yəni bu kommunikasiyanı elə qurmalıdır ki, sən nə mane olur bizim yaxşı işləməyimizə, yaxşı uzlaşmağımıza. Onu rəhbər ortaya qoymur. Rəhbərin ümumiyyətlə ən vacib, mən həmişə deyirəm ki, maşın yanacaqla işləyirsə, rəhbər də ünsiyyətlə işləyir. Yəni ünsiyyət bizim yanacağımızdır. Əsas bizim alətimizdir. Düzgün ünsiyyət quraraq biz işçiləri yaxşı tərəfə yönəldə bilirik. 90% hallarda. Ümumiyyətlə o 20-70-10 qaydası var da. Yəni işçilərin 20%-nin onsuz da canında var ki, yaxşı işləsinlər. Hətta pis mühitdə yaxşı işləyirlər. 70% isə rəhbərdən asılıdır. Yəni sən onu yönəltməlisən. Sən ona düzgün insentiv, stimulu verməlisən. Sən onu inandırmalısan. O işığı göstərməlisən ki, ora doğru istiqamətlənə. 10% ola bilər ki, o yaramır heç bir ən yaxşı mühitdə də belə. O halda günah rəhbərdən getmiş olur. Amma 90% hallarda rəhbər məsələni qaydaya qoya bilir. Amma bəzən görürük ki, bu şəxsləri işdən çıxarılır və onlar da gedirlər status yazırlar. Ümumiyyətlə bu status yazılması bir şirkət haqqında, oradakı idarəetmə haqqında nə xəbər verir? Çalışmalısan ki, ümumiyyətlə işdən çıxan işçi incik çıxmasın. Bütün hallarda, hətta yanlışı varsa da, sən onu, çünki sən onu bazara göndərirsən və sən iradəndən tam kənarda da artıq nə danışacaq, sənin haqqında nə fikir formalaşdıracaq. Sən elə ki, o xarici şirkətlərin bir çoxu buna xüsusi fikir verirlər. Məzun kimi baxırlar işdən çıxmış adam. Bu bizim məzunumuzdur. O bizi həmişə təmsil eləyəcək. Elə hətta onları vaxtaşır yığırlar bir yerə ki, biz öz icmamızla, öz məzunlarımızla görüşürük və o qətiyyən elə baxmırlar ki, bizdən çıxıbsa o bizim düşməndir və yaxud rəqibə gedibsə o bizim düşməndir. Qətiyyən elə bu əslində sağlam bir yanaşma budur. Deyil. Yəni sən elə ki çıxmasın. Elə ki o qədrin bilsin, sizin şirkətdə işləsin, belə deyək. Amma çıxıbsa bunu düşmən kimi baxmaq lazım deyil. Yəni sən bacarmamısan. Sonunda bir uzlaşma tapılmayıb. Elə ki normal. Yəni ünsiyyəti bütün hallarda yaxşı tutmaq lazımdır. Baxın, deyək ki, bir rəhbər şəxs var, onun işçisi bir problemləri oldu, işdən ayrıldı. Deyək ki, lap özü çıxartdı işdən və sonra başqa bir şirkətlərə müraciət edir və həmin şirkət zəng vurur, həmin rəhbər şəxsdən bu işçini soruşur. Bəli. Necə bir işçidir? Biz çox vaxt, əgər özümüz qane olmuruqsa, biz düşünürük ki, tərifləməyək, günaha batmayaq, mən özüm yola getmədim və s. Ümumiyyətlə, belə məqamda rəhbər şəxs nə deməlidir? Bu çox sadə, yəni ümumiyyətlə bu rəhbər oldu, insan oldu, düz danışmaq lazımdır, dürüst olmaq lazımdır. Yəni birinci müsbətləri demək lazımdır, etik yanaşma tələb edir ki, birinci o insan haqqında müsbətləri deyəsən, sonra mənfiləri də demək məcburiyyətindəsən. Çünki birincisi dürüst ol, insan olaraq dürüst olmalıyıq. İkincisi də ki, o sənə etibar eləyib, sənin fikri soruşursa, sən də onun etibarını doğrultmalısan. Sən ona dürüst fikir deməlisən. Sən onun müsbətində deməlisən, mənfisi, bir də konteksti də izah eləməlisən. Məsələn, olub ki, mən demişəm ki, məsələn, o bizdə nəticə vermədi, amma biz də ola bilsin ki, tam hazır deyildik.
o həmin vaxtda. Biz ona tam onun istədiyi şəraiti yarada bilməmişdik. Konteksti də izah eləyəndə o insan haqqında daha yaxşı, doğru bir fikir formalaşır. Əslində onu düz deyirsiniz o mənada ki, məsələn biz əgər üstü örtülü nə isə deyəriksə, deməriksə, onsuz da iş mühitinə gedəndə o özünü göstərəcək. Tamamilə doğrudur. Yəni sən bu şəxslə işləyib o problemi görməməyin real deyil kimi. Bəzən düşünürük ki, kiməsə mane olmayaq, işinə mane olmayaq kimi getsin işləsin. Yəni pis nəsə demirik də. O bizdə o geniş yayılıb. Bizim xalqımızda o xoş niyyətdən irəli gələn bir şeydir ki, mənim nəsə deməyim ki, məsələn, həyatına mənfi təsir göstər. Məsələn, bizdə həmişə olur, məsələn, gedirsən, xüsusilə region əhalisində xüsusilə o çoxdur. Məsələn, marketə gedirsən ki, bizim ekspeditorla necədir münasibət, ziyarət eləyirmi, gəlirmi? Satış təmsilçimiz deyir, hə, burdadır, tez-tez gəl. Hansı ki, gəlmir, ha, yəni ayda bir dəfə, 2 dəfə gəlir, amma o istəmir ki, o işini itirsin. Bu tez yola verməyəsən. Əslində niyyət xoş niyyətdir, amma özü də bilmədən pislik eləyir də elə bir şey qarşısındakına. Anar bəy, idarəetmədə işçinin işə gəlmə vaxtı nə dərəcədə önəm kəsb edir? Çünki Z nəslini biz görürük ki, çoxu işə saat 9-da gəlmək, 6-da getmək istəmir və biz bunu çox paylaşımlarda da görürük ki, deyirlər ki, işim mənim tələb eləmir, amma mən işdə saat 9-da olmalıyam, belə bir tələb var. Amma nəzərə almaq ki, Azərbaycanda bütün işlərdə layihə yönümlü deyil. Yəni işdə olmaq tələb eləyir və işdən 6-da çıxmaq tələb eləyir. Yəni belə bir rejimli tələb də var. Ümumiyyətlə, idarəetmədə işə gecikmək, idarəetməyə necə təsir edir? İşə gecikməyə gələrəm. O sizin sualınızın ikinci hissəsindən mən başlayıb sonra gələcəm ora. Orada bir maraqlı məqam var ki, iş yerində olmaq nə qədər önəmlidir, evdən işləmək, kənardan işləmək, hibrid və s. Ümumiyyətlə, dünya hələ hazır deyil o hibridə. Bir neçə istisnalı çıxmaq şərti ilə. Yəni məsələn o proqramist, IT sektoru, nə bilim, bəzi işlər var ki, orada çox da önəmli deyil, yaradıcı işlərdir filandır. Amma dünya hələ idarəetmə alətləri, texnikalar ofisdə idarəetmə, eyni mühitdə idarəetməyə hesablanıb. Bizim bütün danışdığımız şeylər və hələ hazır deyil, açıq danışaq. Dünya hazır deyil buna. İstisnalar 5-10% istisnanı çıxmaq şərti ilə, yenə də deyirəm. Bəzi vəzifələr, bəzi sahələrdə bu mümkündür. Amma haqlı olaraq da son vaxtlar məsələn tez-tez bunu zarafatla da paylaşırlar ki, təzə suallar peyda olub intervyuda. İntervyuya gələn deyir ki, mən neçə gün ofisə gəlməliyəm. Yəni bu nə sualdır da? Yəni bu 10 il qabaq belə suallar yox idi. Mən neçə gün ofisdə olmalıyam? Yəni sən işə gəlməlisən də. Belə mən çox konservativ kimi də qəbul eləməyin. Yəni dünya hələ bunun cavabını çox da tapmayıb. Yəni alternativin çox da ortaya qoyulmayıb. Bu effektivliyi təmin edən alternativ 5-10% çıxmaq şərti ilə işə gecikməyə gəldikdə isə burada məsələn iki tərəfi var da. Yəni şirkətin qaydası var. Düzdür, nizam-intizam qaydası var. İş tutaq ki, saat 9-da başlayır məsələn. 9:30-da başlayır, nə qədər başlayır. Buna hörmət eləməlidir hər kəs. Yəni mən inanıram ki, şirkətin dəyərlərinin tərkib hissəsi də olmalıdır ki, şirkətin qaydalarına, prosedurlarına, qaydalarına işçilər hörmət eləməlidirlər. Bu mənada hörmətsizlik eləmək doğru. Amma bunu belə çox önəmli bir, dünyanın belə dağılıbdır, filan kəs gec gəlib, bu cür yanaşmanın da əleyhinəyəm. Yəni ona əsas bir məsələ kimi baxmamalısan da. Yəni ümumiyyətlə bir də ən üst səviyyə rəhbərlik bu ilə məşğuldur. Gecikmə halları, işə kimlə elə eləmək lazımdır ki, işçilər sevgi ilə tələsinlər işə. Çox gəlmək lazımdır. Çox vaxtında gəlsinlər, tez gəlsinlər, daha çox işdə olsunlar. Güya ki 9-da gəlib 96-ya qədər olan müddətdə qeyri-effektiv işləsə güya sən nə qazanırsan ki. O eləmək lazımdır ki, mümkün qədər çox işdə olsun, o iş dairəsinin içində olsun. O iş dairəsinin içində olmayanda çox da fərq eləmir da, o evdədir, yoxsa işdə oturub nəsə fikir eləyir, nə bilim, telefondadır. Sən maksimum çalışmalısan ki, o şirkətə bağlı olsun, can yandırsın. Can yandırsın şirkət üçün, özün həsr eləsin şirkətə. O iş vaxtı filan, bunlar ikinci dərəcəli məsələlərdir və o işçi ilə birbaşa rəhbərləşmiş məsələdir. Məsələn, gecikirəm, xəbər eləyir, o da hörmətsizlik eləməsin. Xəbər eləyir, mən 1 saat gec gələcəm, okeydir. O da buna görə tədbirin qurur. Amma buradan o nəticəni də çatmayaq ki, şirkətin iş rejiminə, iş qaydalarına hörmətsizlik
ola bilər. Deməli, mən də xaricdə, qlobal şirkətlərdə, ümumiyyətlə hətta xarici ölkələrdə kiçik şirkətlərdə işləyən azərbaycanlılarla çox müsahibə edirəm və onlarda danışığında bir məsələ diqqətimi çəkir. Deyirlər ki, burada işdəsənsə ancaq iş görürsən. Yəni sən ev məsələləri ilə məşğul olmursan, çox iş yoldaşınla söhbət eləmirsən. Harda? Xarici şirkətlərdə, Bəli. işdə. Bəli. İşdəki iş saatı maksimum iş üçün istifadə eləyirsən. Yəni şəxsi məsələlərin üçün məsələn oturub kimlənsə yarım saat, 1 saat telefonda danışa bilməzsən və yaxud nə bilim iş yoldaşınla gedib yarım saat qeybət eləyə bilməzsən. Yəni işdəsənsə maksimum bunu işə verirsən, amma işdən sonra da heç kim artıq işdə qalmır. Və bu müddət deyir o qədər kifayət edir ki, çox iş görməyə. Azərbaycanda isə biz çox görürük ki, o 9-6 iş rejiminin əslində heç hamısı da çox da işlənilmir. Mən demirəm ki, hamı yəni bütün gün işləsin, amma ümumiyyətlə işçinin o iş saatları ərzində, verimliliyində idarə etmənin rolu nə dərəcədədir? Əgər rəhbərlik istəyirsə nəticə alsın, idarə etməsi necə olmalıdır? Çox yaxşı sualdır. Yəni belə deyək, biz elə eləməliyik ki, bizim korporativ mühit, dəyərlərimiz, iş mühitimiz, idarə etmə üslubumuz onu təşviq eləməlidir ki, işçi işin haqqını versin. Yəni məndən gözlənilir bunlar. Mən bu nəticəni artıqlamasına yerinə yetirməliyəm. Yəni bu şirkət qarşısında mənim commitment deyirlər də o öhdəliyim var. Yəni məsuliyyətim var. Yəni mən işin haqqını verməliyəm. Mən gəlmişəm işə, maksimum özümü həsr eləməliyəm. Bu yanaşmanı biz idarəçilər təşviq eləməliyik. Amma kimsə də şəxsi problemi var, telefonla danışır, şəxsi dostu ilə danışır. Buna da mane olmağın tərəfdarı deyiləm. Yəni insan çox vaxtın işdə keçirir və onu çox da sıxma boğmaya salmaq olmaz. Elə eləmək lazımdır ki, o özü bu nəticə yönümlü işləsin. O başa düşsün ki, mən yarım saatdan çox telefonla danışa bilmərəm, məsələn. Mənim işlərim var. Mən nəticə hədəflərimə çatmayacağam əksər. Bunu şuurlu şəkildə buna nail olmaq lazımdır. Deməli, Anar bəy, bəzi şəxslər olur, məsələn, hansısa bir şirkətdə vəzifə dəyişikliyi gedir. Bu şəxs iddia edir ki, məsələn, mən bu rəhbər vəzifə üçün mən olmalıyam. Amma rəhbərlik qərar vermir ki, bu şəxs olmalıdır. Düşünür ki, bu şəxs o idarə etməni olmayacaq. Bəzən kənardan gətirir, bəzən necəsə. Bəzi şəxslər isə rəhbər vəzifə təklif eləyəndə o başlayır özünə sual verməyə. Görəsən mən idarə edə bilərəm, yox, məni yox, başqasını qoyun və yaxud başlayır üzərində düşünməyə. Ümumiyyətlə, bu üzərində düşünmələr insanda bu niyə var ki, məsələn, kənardan görünür ki, məsələn, bu şəxs bu işi görə bilər, amma o insan özünü sorğuluyur. Burada özgüvənlə məsuliyyətin qızıl ortası tapılmalıdır da. Özgüvən çox yaxşı şeydir, amma məsuliyyətsiz özgüvən problem yaradır. Həm özünə problem yaradır. Məsələn, baxır ki, hələ mənim üçün o başa düşməlidir ki, bu vəzifə hələ mənim üçün tezdir də. Mən gedib oda atıram özümü. Yəni mən uğursuz olacağam, sonra çətin olacaq mənim üçün. Buna görə özgüvən yaxşı şeydir. Bir tık yuxarı, bir addım yuxarıya can at həmişə, amma məsuliyyətli olmaq lazımdır ki, mən öz üzərimdə işləyim, mən nə qədər buna layiqəm. Bu qızıl ortası tutmaq həm də belə deyək şəxsi məsuliyyət məsələsidir. Digər tərəfdən də rəhbərlik çalışmalıdır ki, daha çox işçilərini qabağa çəksin. Nəinki kənardan cəlb eləmək. Yəni bu şirkətdə digərlərinə də yaxşı mesaj verir ki, içəridən irəli çəkilir. Bir də bəzən yaxşı rəhbər anlayışını biz harda eşidirik? Deyir ki, filan kəs yaxşı rəhbərdir, bizim rəhbər bəzən mənim yerimə də işi görür. Amma bəzən görürük ki, biz rəhbər şəxslərlə danışanda bir dəfə bir şəxs dedi ki, 30 nəfərlik bir komandam var idi, çoxunun işini mən görürdüm. Ümumiyyətlə, rəhbər öz işçisinin işini görürsə, bu idarə etməklə bağlı çoxmu təcrübəsizdir? Deməli, öz işini görmür də. Rəhbər deməli, öz işini görmür. Bu deməkdir. Yəni, o effektiv ola bilməz. Rəhbər böyük işlərlə məşğul olmalıdır da. Sən işçinin işi, hansısa mütəxəssisin işin, hansısa işçinin işini görürsənsə, sən deməli böyük dəyər yaradan işlərlə məşğul deyilsən. Bu qədər sadə bir şeydir yəni. Delegasiya eləməlisən, ötürməlisən, işçiləri hazırlamalısan, öyrətməlisən, onlara stimul verməlisən, ötürməlisən işlər. Onlar görə sənin düşünməyə vaxtın olmalı. Bəzən heç nə eləməməlisən. Bəzən sən rəhbər olaraq düşünməlisən, bir kənardan baxmalısan, necə gedir. Bir kursumuz
şirkətin götürdüyü kursdan gedirikmi? Hansı çəki düzən vermək lazımdır? Dünya necə, dünya hara gedir? Rəqiblər necədir? Yəni bunu düşünməyə də bir vaxtın olmalıdır. Sən böyük işlərlə məşğul olmalısan. Dəyər yaradan işlərlə məşğul olmalısan. Deməli, sosial şəbəkədə biz görürük, son vaxtlar şirkət rəhbərləri işçiləri ilə belə əyləncəli videolar çəkirlər. Bu trend videolar var, bunları çəkirlər və biz görürük ki, bunlar arasında bir səmimiyyət var. Amma digər tərəfdən bəzən səmimiyyətin idarə etməyə mane olduğu da düşünülür. Ümumiyyətlə işçi ilə rəhbər arasındakı səmimiyyət necə olmalıdır ki, o işə mane olmasın? Yəni, videolar başqa mövzudur. O videolar live səhifələr açıblar şirkətlər. Bu çox vaxt orada kommentlərdə də görürük ki, yəni kaş real həyatda da belə olaydı. Yəni həqiqətən bu live səhifələrin olması, şirkət işə götürən brendi ilə bağlı addım atmasa çox yaxşıdır. Yəni şirkətlər başa düşür buna ehtiyac var. Get-gedə də daha çox reallığa əks etdirər. Ümid eləyirik ki, o şey reklam xətrin olmaz. Amma səmimiyyətə gəldikdə isə məndən məsələn sual verirlər ki, rəhbərlə işçi arasında məsafə nə qədər olmalıdır? Nə boyda olmalıdır o məsafə? Mən deyirəm ki, ümumiyyətlə biz insanlığı qırağa qoyub işçi kimi baxırıqsa, burada artıq problem buradadır. Biz insan kimi baxmalıyıq. İnsanla insan arasında niyə süni məsafə olmalıdır axı? Sən ona insan kimi, yəni adam yerinə qoyursansa, sən onunla süni məsafə yaratmamalısan, süni baryer yaratmamalısan. Yəni səmimi olmalısan yəni. Səmimiyyət mənə elə gəlir ki, mane olmur. Yəni iş münasibəti. Amma səmimiyyət var deyə, bu səni mane olacaqsa ki, sən ona tapşırıq verəsən, tələbkarlıq eləyəsən, burada deməli sən idarəetməndə problem var da, burada günah səmimiyyətdə deyil. Burada sənin idarəetməndə problem var ki, sən tələbkar ola bilmirsən, düzgün nəticə yönümlü iş ortaya qoya bilmirsən, tələb eləyə bilmirsən. Yəni burada ümumiyyətlə demokratik idarəetmənin bu ən effektiv idarəetmədir, bunu hamı qəbul eləyir. Amma ən belə çətin tərəfi odur ki, bəzən elə bilirlər ki, elə burada sərbəstlik verirsən ki, kim ham potensialını ortaya qoysun, görək kim, elə deyil. Demokratik idarəetmə ən tələbkar idarəetmədir. Həm də bu idarəetmədə sən daha çox haqq eləyirsən tələb eləməyə. Sən əgər 5 dəqiqə yetişəndə cərimələsən, mikromenecment eləsən, onu sıxsan, sən sabah deyəndə ki, bugün çox işləməliyik, bazar günü də işləməliyik məsələn, o deyəcək necə olur? Mən 5 dəqiqə yetişən sən cərimələyirsən, xeyr ola, mən daha çox məndən işləməyə də istifadə, məndən fədakarlıq gözləyirsən. Həqiqətən də düz düşünürlər. Amma sən onun həyatına hörmət eləyirsənsə, ona yaxşı mühit yaradırsan, sən daha çox haqq eləyirsən, ondan tələbkar olmağa ki, hər cür şərait yaratmışam sana, belə hüzurlu, xoşbəxt ortam yaratmışam, zəhmət çək, bu nəticələri ortaya qoy da. Daha çox tələbkarlığı mən haqq eləyirəm. Budur məsələ. Müdir də, işçi də ədalətli olanda işin idarə olunması daha samimi olur. Hər iki tərəf ədalətlidir. Yenə də deyirəm, burada işçinin üzərinə məsuliyyət qoymaq olmaz. Burada rəhbərin ədalətliliyi lazımdır. Hər şey rəhbərdən asılıdır, hə? Böyük həcmdə, bəli. Anar bəy, iş mühitində rastlaşdığımız bir məsələ var. Ailə şirkətləri deyək. Bəlkə tam ailə şirkəti də demək olmaz. Məsələn, ərin bir şirkəti var. O düşünür ki, mənim xanım başqa yerdə işləməsin. Şirkəti verir ona idarə etməsin. Şirkətlərindən birinin. Və yaxud qadının... Geniş yayılmış praktikadır. Bəli, və yaxud qadının özünün əvvəldən biznesləri olub. Sonra məsələn, ailə qurandan sonra deyir ki, bir biznesimi verirəm, həyat yoldaşım idarə eləsin. Və sonra biz görürük ki, bu şirkətlərdə çox ciddi idarə etmə problemləri olur. Və hətta işçilərlə çox kobud danışmalar, onların... təhqir olunması, ya bu yerdə, bu tipli şirkətlərdə çalışıb çox da belə xoşbəxtəm deyən işçiləri çox da görmürük. Yəni daha çox narazılıqlar eşidirik. Ümumiyyətlə bizim həyat yoldaşımız yaxşı idarəçi deyilmi? Ola da bilər, olmaya da bilər. Belə deyək də bunu kimsə həyat yoldaşına şirkət aça bilər, idarəetməni ona həvalə edə bilər, amma burada başa düşməlidir ki, o şirkətə təsisçi olması, hələ onun idarəçi olması anlamına gəlmir. Yəni idarəetmə peşəkarlıq tələb eləyir. Yəni əgər onun idarəetməsində sıxıntı varsa, onu öyrənməlidir əvvəlcə, sonra idarə etməlidir. Yoxsa əlbəttə sizin dediyiniz o mənfi nəticələrlə biz rastlaşa bilərik. Yəni burada cinsindən asılı olmayadıq. Yəni kişi oldu, qadın oldu. Əgər idarə etməyə hazır deyilsə, o mənfi nəticələri orada görə bilər. Yəni sahibliklə idarə etmənin ümumiyyətlə sərhədi var da. O sərhədi görmək lazımdır ki, sən şirkət sahibi ola bilərsən. Amma bu demək deyil ki, sən
uğurlu sahibkar, yaxşı sahibkar, yaxşı idarəçi demək deyil də, qətiyyən deyil yəni. İdarə etmə başqa keyfiyyətlər tələb eləyir, başqa emosional yetkinlik tələb eləyir, başqa baxış tələb eləyir, sahiblik, sahibkarlıq başqa. Yəni ola bilər ki, həmin halda o xanım, bəy fərq eləmir. O sahibkarlığa layiqdir, amma idarə etməyə layiq deyil. Və yaxud əksinə ola bilər. Ümumiyyətlə bir şəxs desə ki, sizə məsləhət almaq istəyir, deyir ki, məsələn, mən bu filan şirkətim var, bunu həyat yoldaşıma vermək istəyirəm. Onda siz nəyi məsləhət görərsiniz? Versinmi? Əgər verəcəksə nələrə baxsın? Sahəsidirmi? Ümumiyyətlə nələrə fikir versin? Orada məsələ odur ki, idarə etməni kimi eləyəcək? Budur məsələ. Yəni idarə etməni də əgər verirsə, əmin olsun ki, onun idarə etmə bacarığı var. Bu məsələ. Yəni ki, idarə etməni öyrənməlidir və yaxud idarə etmə bacarığı varmı? Bundan əmin olmalıdır. Bir də bizdə belə bir şey olur, çox rast gəlinən bir haldır. Məsələn, tutaq ki, kişilər eşidəndə ki, hətta bəzən xanımlarda da mən bunu görmüşəm. Eşidəndə ki, hansısa bir şirkətə gedir və bunun rəhbəri xanım olacaq, razılaşmır. Ümumiyyətlə xanımlar, indi siz çox idarə etmədə olan şəxslərlə ünsiyyətdəsiz. Həqiqətənmi xanımlarla kişilərin idarə etməsi fərqlidir? Belə deyək də, bayaq dedim o normal halımızla biz idarə etmə eləyiriksə, bu halda belə mən o mövzulara çox girmək istəmirəm. Sosioloqlar onu danışsın ki, yəni statistikalar bilmirəm, çox araşdırmamışam, amma öz gördüyüm odur ki, qadınlar daha emosional yanaşır nisbətən kişilərlə müqayisədə. Öz belə deyək, normal halları ilə idarə etsələr, idarə etməyi öyrənmədən daha çox emosional problemlər görə bilərlər. Belə şirkətdə, iş mühitində, ünsiyyətdə sıxıntılar daha çox görə bilirlər. Amma qadın idarə etməni öyrənirsə, orada heç bir sıxıntı yoxdur. Mən o qədər uğurlu qadın liderlər, qadın idarəçilər tanıyıram ki, yəni çox kişilərdən də yaxşı idarə edirlər. Orada heç bir sıxıntı yoxdur əslində. Çətin olur idarə olunan işçi var? Bəli, əlbəttə. Məsələn, onlar bəzən çox yaxşı işçi olurlar. Hə, belə deyək də, orada əsas məsələ odur ki, şirkətin dəyərləri ilə nə qədər işçi şirkətin həm hədəflərinə uyğun olmalıdır, həm dəyərlərinə uyğun olmalıdır. Yəni ola bilər çətin adamdır, amma mənim dəyərlərimlə bir ziddiyyəti yoxdursa, bu sıxıntı deyil. Onunla artıq dil tapıb işləyəcəm. Amma dəyərlərimə, qırmızı xətlərimə toxunursa, yəni oyunla davam. Burada çox sadədir məsələ əslində. Amma mən ancaq belə ütülü, rahat işçilər tapım, bu ilə də çox irəli getmək mümkün deyil. Yəni sən rahat olmalısan, açıq olmalısan, özünə güvənməlisən. Ona görə də o maraqlı, əslində özgüvənli insanların çoxunda o kimi şeylər ola bilər ki, yəni o çox rahat deyil o idarələmək, hər şeylə razılaşmayacaq. Bu əslində normal bir şeydir. Deməli biz bəzən çox kiçik şirkətlərdə bu olmur, böyük şirkətlərdə biz bunu görürük. Səhv edən əməkdaş olanda birbaşa HR-a tapşırıq gəlir ki, rəhbər şəxsdən ki, o işçi işdən çıxarılsın. Burada açıq HR deyir ki, mənim edə biləcəyim bir şey yoxdur, sənin səhvin ciddidir və işdən çıxarılma tapşırığı gəlib. Ümumiyyətlə, səhv edən əməkdaş işdən çıxarılmalıdırmı? Böyük səhv edibsə. Burada baxır səhvin miqyasından, şirkətin işçidən gözləntilərinə, bir çox şeydən asılıdır. Yəni, nə qədər öldürücü bir səhvdir. Ümumiyyətlə, İşçi əgər səlahiyyətini aşmayıbsa, öz səlahiyyəti çərçivəsində səhv edibsə, normalda bir 90% hallar bunu tələb eləyir ki, istisnalar çıxmaq şərti ilə sən onun səhvini sahiblənəsən, onun arxasında durasan. Çünki o səlahiyyətini aşmayıb, o sadəcə şirkət üçün, xoş məqsəd üçün çalışıb, alınmayıb nəsə. Bəli. Amma bəzi кейslər ola bilər ki, bu şirkəti məsuliyyətsizlik eləyib, doğrudan da qeyri-ciddi yanaşıb. Bu halda ola bilər ki, sən artıq burada başqa çıxış yolu olmaya bilər. Son olaraq istəyərdim müdirin sevimli işçilərindən danışaq. Çünki bəzi idarə etmə qaydalarında belə bir, bilmirəm ya kimdənsə eşitmişdim, belə bir şey var idi. Deyir ki, hər bir rəhbər şəxsin özünün çalışdığı yerdə bir belə deyək də istinad etdiyi, belə bir güvəndiyi adam olmalıdır ki, o ofisdə olmayanda o şəxs o işləri aparsın, idarə etsin və yaxud bir o şəxs olmalıdır. Amma bir dəfə bir nəfər dedi ki, belə də olanda
sevimli işçi təəssüratı yaranır və bu digər işçiləri qıcıqlandıra bilir. Ümumiyyətlə burada məsələ necə Bu tənzimlənməlidir? haqda mən də post eləmişdim bir dəfə. Ümumiyyətlə rəhbərin kiməsə simpatiyası olması çox normal haldır, bu insanlıq haldır. İnsanlar da elədir. Yəni kiməsə çox simpatiyası var, kiməsə nisbətən az var. Kim haqqdasa antipatiyası var. Yəni bu insanlıqdan biz çıxmırıq da rəhbər olanda. Əsas odur ki, sən burada ədaləti qoruyub saxlayasan mümkün qədər. Yəni ona simpatiyam var deyə mən ona imtiyaz tanımayım. Digərlərinin haqqına girməyim. Yəni o etik çərçivəni qorumaq lazımdır. Burada bu da idarəçinin yetkinliyindən asılıdır. Belə başa düşdüm ki, doğru idarəetmə həm o peşəkarlıqlar içərisində olaraq ədalətli və səmimiyyət mütləq olmalıdır. Bəli. Yəni o yoxdursa, səmimiyyət olmayacaqdır. Yəni işçilər də gedəcək, idarəetmə də düzgün olmayacaq. Bəli. Çox sağ olun Anar bəy. Siz sağ olun Acın xanım. Çox xoş idi sizinlə söhbət. Mənə də çox xoş oldu. Təşəkkürlər bir daha. Sağ olun. Sağ olun.